Biz görürük ki, yəni Norveçliləri belə bu qardan təəccübləndirmək mümkün deyil. Elə yeri gəlmişkən, əslində Norveçdən, Oslo şəhərindən canlı bağlantımız var. Çünki söhbət həftə sonu Azərbaycan məktəblərindən gedir və telefon xəttində Nizami Gəncəvi adına həftə sonu Azərbaycan Dili Məktəbinin koordinatoru Günay Əliyevadır. Günay xanım, sabahınız xeyir olsun, bayramınız mübarək olsun. Salam. Salam, sabahınız xeyir olsun. Biz də sizi soyuq şimaldan istəyirəklə salamlayırıq. Sizin də bayramınız mübarək olsun. Təşəkkür edirik. Bugünkü görüşümüz gözəl bir su çərşənbəsindən təsadüf eləyir. Mən də sizləri və Azərbaycan xalqını bugün münasibətilə təbrik edirəm. Su hər birimizə xoşbəxtlik, saflıq gətirsin. Təşəkkür edirik. Əslində Günay xanımdan soruşmaq istəyirik ki, bax Norveçdə yerləşən Azərbaycan məktəbləri necə fəaliyyət göstərir? Hansı günlər və s. Bax bu haqda məlumat eşitmək istəyərdik Günay xanım. Norveçin paytaxtlı Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan Dili Həftə Sonu Məktəbi Azərbaycan Dövlətinin dəstəyi ilə 2020-ci ildə fəaliyyət göstərir. Həftənin bazar günləri fəaliyyət davam elətdirir. Yəni bizdə 20-dən çox şagirdimiz var. Biz həmin bu məktəbdə dediyim kimi dövlətimizin dəstəyi ilə ana dilimizi, mədəniyyətimizi, tariximizi şagirdlərimizə öyrədirik. Yəni bizim əsas məqsədimiz odur ki, Norveçdə dünyaya göz açmış şagirdlərimiz öz milli köklərinə bağlı olsunlar. Çünki biz onlara keçmişimizi öyrətməklə gələcəyimizi də möhkəmləndiririk. Bizim əsas amalımız budur. Yəni bizim şagirdlərimiz də çox böyük sevgi ilə dərslərə qoşulub gəlirlər. Yəni biz həm ana dilimizi tədris edirik, həm də bizim məktəbimiz bir mədəniyyət körpüsüdür. Yəni bunu deyərdim belə. Biz yəni tez-tez mütəmadi olaraq Azərbaycanlı şagirdlərlə də əlaqə saxlayırıq. Məqsədimiz isə bu əlaqədə şagirdlərimizi Azərbaycan dilini inkişaf elətdirməkdir. Təşəkkür edirik Günay xanım, çox sağ olun. Əminik ki, siz də bax elə bu günlərdə çalışacaqsınız ki, Novruz bayramı adlı bir şənlikləri də bax o məktəbdə keçirəsiniz və biz efirimizi davam edirik. Sizə isə uğurlar arzu edirik.